Çox sevdiyim Kim, Harda və Nə vaxt verilişi var idi. Ştokzekada, Rusiya kanallarında gedirdi. Orada deməli bir sual verilir. Orada deməli bir fotoqrafdır, portret çəkən fotoqraf. Onun şəkillərini təqdim edirlər bu bilicilərə. Fotoqraf da Yusif Karşdır. Təqdim edirlər və sual belə olur ki, Yusif Karşa sual verirlər ki, bəs bu şəkillərin mənası nədir? O da qayıdıb deyir ki, şəkillərin mənası həyatın mənası kimi bir sözlə ifadə olunur və o bilicilərə belə sual gəlir ki, o bir söz nədir, tapa bilərsiniz? Və bu bilicilər də axtarırlar. O içlərində biri konkret inad eləyir ki, bu işıqdır. Yəni bu foto şəkillərin mənası, həyatın mənası olduğu kimi işıqdır. Və bizim Vahid müəllimimiz də həmişə deyib ki, bizim bütün yazılarında da bunu qeyd edib ki, biz bu dünyaya gəlmişik ki, işıq payımızı dolduraq. İşıq payımızı dolduraq bərabərdir, karmik korreksiya eləyək. Ruhumuzun o hansısa bir səhvlərini düzəldək, qaranlıqları təmizləyək. O belə deyək, obrazlı şəkildə etsək, mental bədənimizin və ruhumuzun o his basmış ləmpəsini təmizləyək, o işıq saçsın, lap əvvəlki kimi, yaradılışın ilkində olduğu kimi. Yəni, Yaradanın bizə ayırdığı işıq payına sərmayə qoymalıyıq uşaqlar. Yəni, müvəqqəti olana deyil, əbədi olan işığa sərmayə qoymalıyıq və biz də bu ilə məşğuluq, bunu çatdırmağa çalışırıq. Və bizim paylaşımlarında da görə bilərsiniz ki, biz işığa dəvət edirik. Yəni, bütün bu hər bir şeyin kökündə işığa dəvət durur. İşıqlanmağa, aydınlanmağa və yüksəlməyə dəvət durur. Elçin qiyası ilə müxtəlif suallarınıza cavab tapmaq istəyirsinizsə, zərrə içində zərrə, ruhun səndən nə istəyir? Quyuya enerji tökməklə dolmaz. Təbii valideyn-övlad münasibətləri necə olmalıdır? Arzuların gerçəkləşməsi texnikası və xoşbəxtlik formularlı vebinarlarımızı əldə edə bilərsiniz.